Sumqayıtda keçən əsrdə tikilmiş və illərdir istismar müddəti başa çatmış binalar tarixə qovuşur. Şəhərin baş planına uyğun olaraq köhnə binaları yeni, müasir yaşayış komplekslərə əvəzləyəcək və bu prosesə ilkin olaraq yataqxana tipli yaşayış binalarından başlanılıb. Lakin şəhərin Yanvar küçəsi 156 ünvanında yaşayan sakinlər yataqxana ətrafında aparılan söküntü işlərindən narazı və narahatdırlar. Dayandığım bu ərazidə gələcəkdə çox mənzilli bina inşa ediləcək. Artıq 3 aydır ki, davam edən söküntü işləri çərçivəsində burada olan bir neçə obyektin söküntüsü həyata keçirilib. Lakin qonşuluqda yerləşən bu yataqxana yaşayan sakinlər tikinti şirkətinin onların həyatına təhlükə yaratdığını iddia edirlər. Bildirirlər ki, aparılan söküntü işləri binanı qəzalı vəziyyətə salıb. 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan Həsən Kazımov iddia edir ki, 3 aydır ərazidə bina tikmək üçün qazıntı işləri aparan tikinti şirkəti onun evini qəzalı vəziyyətə salıb. Söhbət Sumqayıt şəhəri 15-ci məhəllə 20 Yanvar küçəsi 5 saylı yataqxanadan gedir. Evim çatlayıb, burada tikinti işləri gedir həyətimizdə. Dükanlar var idi, dükanlar işləyirdi. Bir də ki, məhəllə cəmaatı otururdu, elirdi. Yəni burada mağazin idi, sonra cəmaat otururdu orada. Yəni çayxana olub burada. Yəni bunların hamısını çıxardıblar, amma binaya yaxın gələn yoxdur. Şahidçi deyir ki, yaşadıkları binanın qəzalı vəziyyətdə olmasını bir neçə il öncə aidiyyəti qurumlar da təsdiq edib. Bunlar burada başlayanda bu çat əmələ gəldi. Çat siftə zəif idi, indi bu qədər olub. 10 il yəni gəlib yoxlamışlar, yəni vəziyyət yaxşı deyildi. Armatur naziləşib içində, məftil vəziyyətində qalıb, çürüyüb. Şahidçi ailələr MTK-dan aparılan qazıntı işlərinin dayandırılmasını və yalnız bina sakinlərinin köçürülməsi icra edildikdən sonra tikinti işlərinin davam etdirilməsini tələb edirlər. Demişəm ki, yəni vəziyyətimiz yəni budur, yəni qardaş, ən azından yəni bizi yəni buradan çıxardın da, yəni bu vəziyyətdə mənim uşağım necə yəni bu vəziyyətdə yaşaya bilər burada? Buranı qazırlar, bina sirkələnir də. İstəyir ki, cəmaatı yəni köçürsünlər buradan. Ondan sonra yəni oranı qazıb dağıtsınlar. Suallarımızı şirkətin nümayəndəsinə ünvanladıq. İddialar doğrudur. Bəli, orada yenidən qurma işləri aparılacaq. Bu dövlət proqramına uyğun olaraq oradakı yataqxanalar qəzalı vəziyyətdədir. Həmən qəzalı vəziyyətdə olması haqqında da Fövqəladə Hallar Nazirliyinin Azər Dövlət Layihə Elmi Tədqiqat İnstitutu müayinə keçirib, rəy verib. Və bu gün bizim də gördüyümüz işlər, bəli, o bərkitmə işləridir, xəndəyin sıfaylanmasıdır. O heç bir kəsə ziyan vermir. Qəzalı vəziyyətdə olan binaların əksinə bu günləri hansısa bir qəzaya düşməsinin qarşısını alır sıvay vurma prosesi. Şirkət rəsmisi sakinlərin hansı şərtlərlə köçürüləcəyinin anonsunu da verdi. Siyah alınma başa çatandan sonra vətəndaşlara 2 cürə təklif olacaq. İstəyənə pul kimi kompensasiya, istəməyənə də çıxardılacaqlar kirayəyə. Tikinti işləri başa çatandan sonra da təmirli şəkildə özlərində deyək ki 16-18 kvadratdırsa, 30 kvadratdan da yuxarı 32-34 kvadrat təxminən də belə onlar təmirli mənzillə təmin olunacaq. Sumqayıt şəhər icra hakimiyyətindən isə bildirildi ki, şəhərin baş planına əsasən Sumqayıtda istismar müddəti başa çatmış bütün yaşayış binalarının mərhələli şəkildə sökülməsi həyata keçiriləcək. Söküntü uzun illərdir qəzalı vəziyyətdə olan yataqxanaları da əhatə edəcək. Hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə həyata keçirilir. Onu da qeyd edim ki, ötən il artıq 3 yataqxana köçürülüb və sakinlər mənzillə təmin olunub. Bu proses gələcəkdə də davam etdiriləcək. Qeyd edək ki, söküləcək yataqxanalarda yaşayan ailələrin əksəriyyəti keçmiş qaçqın və məcburi köçkünlərdir. Rəşad Vəkiloğlu, Nahidə Məmmədova, Space xəbər.